1997-ci il fevralın 21-i axşam saat 18 radələrində Bakıda akademik və əməkdar elm xadimi Ziya Bunyadov naməlum şəxslər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. İstintaq materiallarına əsasən akademika əvvəl çoxsaylı bıçaq zərbələri, sonra isə səs boğucu cihazı olan tapanca ilə baş nahiyəsinə atəşlər açılıb. 2010-cu il aprelin 27-sində Baş prokuror Zakir Qaralov parlamentdə çıxışı zamanı bir sıra qalmaqallı qətl hadisələri ilə bağlı maraqlı açıqlamalar verib. O qeyd edib ki, 1997-ci ildə qətlə yetirilmiş Azərbaycanlı akademik Ziya Bunyadovun qətlinin təşkilatçıları hazırda qonşu İran İslam Respublikasında sığınacaq tapıblar. Müxalifətin bu qətl işini siyasiləşdirməyə çalışdığını vurğulayan Baş prokuror işin istintaqını tamamilə başqa nəticələr üzə çıxardığını vurğulayıb. Onun sözlərinə görə istintaq müəyyən edib ki, bu qətl İranın dini dairəsi tərəfindən həyata keçirilib. Bununla bağlı qətildə iştirak edən konkret şəxslər məsuliyyətə cəlb ediliblər. Ziya Bunyadov 1923-cü ildə Astara şəhərində anadan olub. 45-ci ildə ona Sovet İttifaqı qəhrəmanı adı verilib. O, Azərbaycan tədqiqatçılarından biri idi. 64-cü ildə Yaxın və Orta Şərq Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin rəhbəri olub. Həmin il tarix elmləri doktoru elmi dərəcəsi, bir ildən sonra isə professor adına layiq görülüb. 81-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 90-cı ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilib. Birinci Çağırış Milli Məclisin deputatı olub. Akademik Ziya Bunyadov 1997-ci il fevralın 21-də axşam saat 18:10-da yaşadığı binanın blokunda amansızlıqla qətlə yetirilib. Əlində qovluq və çörə ilə mənzilə qalxan akademika naməlum şəxslər tiyəsi qara rəngdə, uzunluğu təxminən 25 sm olan bıçaqla zərbələr endiriblər. Daha sonra isə odlu silahdan atəşlər açaraq qəsdən öldürüblər. Səhərsi gün dövlət başçısı Heydər Əliyev televiziyada yayımlanan çıxışında Ziya Bunyadovun öldürülməsini ölkədə sabitliyi pozmağa çalışan daxili və xarici siyasi qüvvələrin işi kimi qiymətləndirib və hüquq mühafizə orqanlarının rəhbərlərinə bu ağır hadisənin qısa müddət ərzində açılmasını tapşırıb. Daxili İşlər Nazirliyi və Baş prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupunun tədbirləri nəticəsində məsuliyyətə Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Marif Əliyev, Rövşən Həsənov, əvvəllər məhkum olunan Qədir Abbasov və Rizvan Həsənov cəlb olunublar. Qeyd edək ki, Nizami Nağıyev Abşeron rayon icra hakimiyyətinin keçmiş başçısı Adil Nağıyevin oğlu idi. Oğlunun həbsindən bir həftə sonra Adil Nağıyev tutduğu vəzifədən uzaqlaşdırıldı. Nizami Nağıyev özü Bakı Hava Limanında gömrük xidmətinin əməkdaşı idi. İstintaq orqanı onlara qarşı quldurluq, qəsdən adam öldürmək, gizli təşkilat yaratmaq, dövlət xadiminə qarşı terror törətmək və qanunsuz silah saxlamaq maddələri ilə ittiham irəli sürüb. Cinayət işi üzrə 2 zərər çəkən və 48 nəfər şahid dindirilib. İstintaqla müəyyən edilib ki, Bakı şəhər sakini Tariyel Ramazanov istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Məhəmməd və Nəsrullah adlı şəxslərlə birlikdə 1993-cü ildə İslam dininin müdafiəsi pərdəsi altında Vilayət Əl-Fəqi Hüzbullah adlı cinayətkar birlik yaradıb. O, 2000-ci ilin oktyabr ayına da təşkilatı maliyyələşdirib, müxtəlif vaxtlarda onlara tapşırıqlar verib. 1996-cı ilin mart ayında əldə olunan silahlar Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsindəki 85 sayılı evin 259 nömrəli mənzilində gizlədilib. Həmin il cinayətkar qrupun üzvləri İranın Tehran şəhəri yaxınlığındakı mərkəzdə 3 ay müddətində əlbəyaxa döyüş üsulları, gizli müşahidə kimi təlimlər keçiblər. İbtidai istintaqda Nizami Nağıyev göstərib ki, Məhəmməd adlı şəxslə Tariyel Ramazanovun vasitəsilə Səudiyyə Ərəbistanının Məkkə şəhərində tanış olub. Sonuncu həmin adamı İranın xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edib. 1997-ci il yanvarın 10-da Nağıyev və Ramazanov İranda Nəsrullah adlı şəxslə görüşərkən o akademik Ziya Bunyadovu izləməyi tapşırıb. Akademikin təşkilatın hədəfinə düşməsinin səbəbinə gəlincə, cinayət işinin materiallarında göstərilib ki, güya Ziya Bunyadov Alban Xronikası kitabına yazdığı ön sözdə İslam dinini təhqir edib. Bu səbəbdən də
İran müştəhidləri onun ölümünə fətva veriblər. Qrupun üzvləri bu tapşırığı icra etməyə razılaşıblar. Gizli müşahidə aparmaq və cinayəti həyata keçirmək üçün cinayətkarlara VAZ 2106 və VAZ 2109 markalı avtomaşınlar verilib. Nizami Nağıyev bildirib ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən ev 1993-cü ildə Tariyel Ramazanov tərəfindən onun adına alınıb. Qətli həyata keçirərkən istifadə etdikləri ağ rəngli avtomaşın da həmin heyətdə saxlanılıb. Hansı qaydada hazırladınız maşını? Neyiniz yani? Hazırlayıp neyiniz? Maşını hazırlayırdıq ki, əməliyyata gedək, yolda tanıyan olmasın. Nömrələrini palçıqladıq. Sarı rəngdə, o vaxt hava yağış idi. Və mindik getdik. Maşını hazırlayarkən sizin yanınızda kimler oldu? Maşını hazırlayarkən yanında Qalib olub, Cavanşir olub, Tariyel, bir də Mahir. Bu mənzili almışdıq, səhv eləmirəmsə 93-cü ildə mənim adım alınmışdı. Bu mənzili almışdıq, burada yığışaq, söhbətlərimizi eləyək. Bu məqsədlə vaxt almışdıq. Hansı söhbətlər danışırsınız? Nə barədə söhbət eləməliydik? Əvvəllər elə bir söhbət yox idi, elə yığışmağa, eləməyə, oturmağa, yəni bilinmirdi ki, nəyə görə bu alınıb. Bunu mən bilmirdim qabaq. 29 sentyabr 2000-ci tarixdə ifadənizdə həmçinin göstərmişsiniz ki, konspiratif otağa odlu silah və sursat gətirmişsiniz. Həmən bu evi nəzərdə tutursunuz, yoxsa başqa bir mənzil? Yox, bu evi nəzərdə tutmuşum. Həmən silahı harada yerləşdirmişdiniz? Arxa tərəfdə yer var, göstərə biləmir. Burada saxlamışıq. Burada saxlamışıq. Nizami Nağıyev göstərib ki, həmin evdə 2 ədəd AKM markalı avtomat və 2 ədəd Walter tapancaları saxlanılıb. İstintaq materiallarına əsasən 97-ci il fevralın 21-də Nizami Nağıyev Ziya Bunyadova 4 bıçaq zərbəsi vurub. Daha sonra isə Qalib Babayev səs boğucusu olan tapancadan ona 3 atəş açıb. Yeri gəlmişkən qeyd edək ki, Qalib Babayev Daxili İşlər Nazirliyinin məxfi strukturlarından hesab olunan 7-ci idarədə işləyib. Qətil günü VAZ markalı avtomaşını o idarə edib. Cinayəti həyata keçirməzdən əvvəl isə bir müddət Babayev Akademiki Daxili İşlər Nazirliyinə məxsus Qaz 24 markalı avtomaşınla izləyib. Dalda mən oturmuşdum, Qalibin böyründə Mahir. Maşını saxlayandan sonra söndürmədik, Qaliblə mən düşdük, Mahiri qoyduq maşında, maşın sönməsin. Ondan sonra biz getdik binaya tərəf. Nə vaxt getdiniz binaya tərəf? Düşdük, getdik. Vaxtını sizə kim dedi ki, getmək lazımdır və ya getmək lazımdır? Var idi. Vaxtını Qalib özü bilirdi ki, saat neçədə gəlmək bura lazımdır və düşmək lazımdır, burada dayanmaq lazımdır. Sonra Qalib mənə dedi ki, sən get, dayan orada blokların birində, mən sənə işarə eləyəcəm. Qalibə telefon zəngi çalındı ki, maşın gəlir. Qalib əli ilə mənə dedi ki, ged ora. Mən də dayanmışdım orada, getdim bloka. Blokdur. Mən gəldim, dayandım burada. Qalibin işarəsini gözlədim ki, əgər 2 nəfərlə gəlsəydi, Qalib məni dala çağıracaqdı və mən çıxıb gedəcəkdim. Tək gəlsəydi, özü də yavaş-yavaş gələcəkdi. Və gördüm, Qalib yavaş-yavaş gəlir. Mən keçdim bloka. Mən birinci dayandım burada. Sonra qalxdım yuxarıya. Gördüm, gəldim, mən biraz qalxdım yuxarı. Və başladım düşməyə. Gəldim burada. Haradasa bu yerlərdə rastlaşdıq, üzbəüz hissələrdə. Və mən böyle keçəndə keçdim arxasına. Arxadan bilmirəm,
Keçdim belə. Keçdim arxaya. Arxadan qabağa bir neçə zərbə vurdum. Bilmədim neçə zərbə dəydi. Və mən qaçdım. Qalib artıq buradaydı. Mən qaçanda o mənə qarşı yıxıldı. Qalib başladı güllələməyə. Makar tipli quru işlər tapanca ilə. Mən səslərini aşağıda işitdim ki, qalib vurdu. Çünki mən özümü itirmişdim. Hiç bilmirdim neyəm. Siz dediniz ki, aşağı düşəndən sonra ateş səsləri işitdiniz. Neçə ateş səsi işitdiniz? Dəqiq 3 ya 4 ateş səsi işitdim. Təqribən 3 olardı. 3 ateş səsi olmalıydı. Çünki mən Siz neçə zərbə vurdunuz? Mən dəqiq yadımda deyil. Sonra oxudum ki, qazetlərdən 4 zərbə deyil. Qətlin icraçılarından biri Qalib Babayev həmin il martın 24-də Azərbaycan-İran sərhədində öldürülüb. İş materiallarından belə qənaətə gəlmək olar ki, bu, Azərbaycanda mobil telefonlar danışıqlarının araşdırılması nəticəsində açılan ilk cinayət işlərindən biridir. Hadisə zamanı istifadə olunan mobil telefon nömrəsi nəzarətə götürüləndən sonra Ziya Bunyadovun qətlində təqsirli bilinən, o cümlədən hazırda axtarışda olan şəxslər İrana keçmək istəyərkən sərhədçilərlə atışma olub. Nəticədə sərhəddəki əskərlərdən biri yaralanıb, Qalib Babayev isə aldığı güllə yarasından dünyasını dəyişib. Nizami Ağayevin ifadəsinə görə, o bu hadisədən sonra təşkilatdan çıxmaq istəsə də, onun yaxınlarına sui-qəsd olunacağı bildirilib. Rövşən Həsənov elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. İttiham aktına əsasən, o Tariyel Ramazanovla dini baxışlarına görə Bakıdakı məscidlərdə görüşüb. Onun tapşırığı ilə ətrafına Lənkəran rayon sakinlərini cəlb edib. 1998-ci ildə hərbi təlim keçmək məqsədi ilə qanunsuz yolla İran İslam Respublikasına keçib. Bir müddətdən sonra həmin ölkənin təhlükəsiz orqanlarının əməkdaşlıq təklifindən imtina edib və geri qayıdıb. 68-245 saylı cinayət işi üzrə məhkəmə istintaqı 2001-ci ilin fevral ayında yekunlaşıb. Məhkəmə heyəti cinayət təqibi üzrə hər tərəfli və obyektiv tədqiq edilərək toplanmış mötəbər sübutların məcmusuna qiymət verərək nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərin cinayət məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş cinayət əməlləri törətməkdə təqsirli olmaları sübuta yetirilib. Ziya Bunyadov qətlə yetiriləndən 4 il sonra, yəni 21 fevral 2001-ci ildə məhkəmədə təqsirləndirilən şəxslərə hökm elan olunub. Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə Nizami Ağayev və Mahir Zeynalov ömürlük, digər 5 nəfər isə 10 ildən 14 ilədək müddəti azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. Qeyd edilən kimi, daha 2 nəfər Tariyel Ramazanov və Cavanşir Aslanov barəsində axtarış işi davam edir. 2012-ci il martın 27-sində Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları 2003-cü ildən Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə axtarışda olan 1969-cu il təvəllüdlü Mir Yusif Əliyevi yaxalayıblar. İbtidai istintaq materiallarına görə o 9 il əvvəl bir qrup şəxslə cinayət əlaqəsinə girərək tanınmış iş adamı Knyaz Məmmədovun oğurluğunda və qəsdən öldürülməsində iştirak edib. Həbs edilən Mir Yusif Əliyev Binəqədi rayon polis idarəsinə təhvil verilib. İlkin məlumata görə o bu illər ərzində qonşu Dağıstan Respublikasında gizlənib. Məlumatlara görə Bakı şəhər sakini Knyaz Məmmədovun oğurlanması ilə bağlı ilkin olaraq məsuliyyətə 5 nəfər cəlb edilib. Əvvəllər məhkum olunan Rəşad Novruzov, Qürbət Əskərov, Ümid Nəsirov, Ukrayna vətəndaşı Aleksandr Vayko və soyadı bizə məlum olmayan qadın. Cinayətin təşkilatçısı isə Mir Yusif Əliyev hesab olunurdu. İbtidai istintaq materiallarına əsasən supermarketlər şəbəkəsi və mənzil tikinti firmasının sahibi Knyaz Məmmədov 15 yanvar 2003-cü il tarixdə Nərimanov rayonunda uğurlanıb. O özünə məxsus Mercedes markalı avtomaşında aparılıb. Knyazın yaxınları ertəsi gün Nərimanov rayon polis idarəsinə gələrək hadisə barədə məlumat veriblər. Onun yoxa çıxmasından 2 gün sonra qardaşı İskəndərin telefonuna zəng edən şəxs rus dilində danışaraq Məmmədovun onlar tərəfindən oğurlandığını bildirib və girovun azad olunması üçün $500.000 verilməsini tələb edib. Naməlum şəxs İskəndəri inandırmaq üçün Knyaza məxsus maşının Binə hava limanında saxlanıldığını bildirib. Həmin gündən etibarən İskəndərin telefonuna müxtəlif vaxtlarda eyni məzmunda zənglər daxil olub. Knyaz
knyazın oğurlandığını güman edən qardaşlar nəhayət onun azad olunması üçün zəng vuran şəxslə razılaşıblar. Sonuncu dəfə yanvar ayının 31-də İskəndər zəng vuran adama $150.000 topladıqlarını deyib. İstintaqın gedişatında məlum olub ki, iş adamının oğurlanması planı hələ 2002-ci ilin dekabr ayında hazırlanıb. Plana əsasən Ümid Nəsirov qohumu Knyaz Məmmədovu aldadıb yaşadığı evə gətirməli, Ümidin qayını Mir Yusif Əliyev və dostu Rəşad Novruzov onu öldürdükdən sonra azad olunması adı ilə yaxınlarından külli miqdarda pul tələb etməli idilər. Bu niyyətlə 2003-cü il yanvarın 15-də Knyaz Məmmədovun Həsən Əliyev küçəsində inşa etdiyi tikintiyə gələn Ümid Nəsirov onunla orada görüşüb. O qohumuna öz evini satmaq istədiyini, inşa edilən binada ona mənzil almasına yardımcı olmasını xahiş edib. Nəsirovun dediklərinə inanan Məmmədov onunla birgə Bakıxanov qəsəbəsinə evə baxmağa yollanıb. Baş verəcək hadisədən xəbərsiz olan Knyaz Məmmədov maşını darvazanın qarşısında saxlayaraq Ümid Nəsirovla həyətə daxil olub. Qohumunun tikdirdiyi evə baxıb həyətə çıxarkən Mir Yusif Əliyev səs boğucusu olan tapanca ilə ona kürək nahiyəsindən atəş açıb. Sonuncu yıxılandan sonra yaxınlaşıb daha bir neçə güllə baş nahiyəsinə atıb. Mərhumun paltarlarında və ona məxsus Mercedes markalı avtomaşında axtarış apararkən cinayətkarlar $5.000 nəqd pul, $3.000 dəyərində qol saatı, mobil telefon və digər əşyaları ələ keçiriblər. Bundan sonra Mir Yusif Əliyev və Rəşad Novruzov həmin maşını idarə edərək Binə hava limanına aparıblar. Oradan taksi ilə geri Ümid Nəsirovun yaşadığı evə qayıdıblar. Meyidi əvvəlcədən həyətdə bastırmaq istəyiblər, amma sonra selofana bükərək Jiguli markalı maşının yük yerinə qoyub Suraxanı rayonunun Hövsan qəsəbəsinə gətiriblər və cəsədi metal batareyalara bağlayaraq gölün dərin yerinə aparıb atıblar. Evə qayıdan Ümid Nəsirov cinayətin izini itirmək məqsədi ilə həyətindəki qan izlərini yuyub, təmizləyib. Sonra isə heç kimdə şübhə doğurmamaq üçün uzaq qohumunun yas mərasiminə yollanıb. Hadisənin səhərsi günü Mir Yusif və Rəşad Ukraynanın Luqansk şəhərinə yola düşüblər. Orada Mir Yusif Əliyev hərbi xidmət yoldaşı Aleksandr Vaykoya hadisə barədə danışaraq ondan biznesmenin qardaşı İskəndər Məmmədovla telefon əlaqəsi saxlamağı və onun azad olunması üçün $500.000 istəməyi xahiş edib. Vayko Əliyevin təklifi ilə razılaşıb. O İskəndərə zəng edərək Knyaza məxsus avtomobilin hava limanının avtodayanacağında olduğunu deyib və girovun əvəzinə $500.000 tələb edib. Bir neçə telefon danışığından sonra Məmmədovun yaxınları $150.000 verməyə razı olduqlarını deyiblər. Razılaşmaya əsasən İskəndər Bakı-Kiyev qatarı ilə pulları onlara çatdırmalı idi. Deyilən marşrut üzrə hərəkət edən qatarda olarkən Aleksandr İskəndərin mobil telefonuna zəng vuraraq 2 gündən sonra Knyaz Məmmədovun azad olunacağını deyib və pulları pəncərədən atmağı tapşırıb. İskəndər Məmmədov pul bağlamasını pəncərədən çölə atıb. Əldə etdiyi məbləği Rəşad Novruzovla bölüşmək istəməyən Mir Yusif Əliyev dostuna atılan pulu tapa bilmədiklərini deyib. Bir neçə gündən sonra qatara bilet alaraq onu Bakıya yola salıb. Mir Yusif Əliyev əldə etdiyi məbləğdən gördüyü işə görə bir qismini Aleksandr Vaykoya, $15.000 Bakıda borclu qaldığı Əhməd Hüseynova, $37.000 isə metal qutuda Şirvan şəhərində yaşayan qaynına məxsus heyətdə gizlədib. Qardaşının azadlığa buraxılmasını güman edən İskəndər Məmmədov geri Bakıya qayıdıb, lakin pulun ödənilməsindən bir ay keçsə də nə girov qaytarılıb, nə də pulları tələb edənlər əlaqə saxlayıblar. 2003-cü il mart ayının axırlarında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Rəşad Novruzov anadan olduğu Bərdə rayonunda tutulub. Məhz o həbs olunandan sonra martın 27-sində Knyaz Məmmədovun meyidi Hövsan qəsəbəsində dəniz qırağında aşkar edilib. Onun ifadəsi əsasında işin qaranlıq məqamlarına aydınlıq gətirilib. Knyaz Məmmədovun qohumu əvvəllər poliklinikada həkim-terapevt işləyən Ümid Nəsirov yaxalanıb. Onlar barəsində Cinayət Məcəlləsinin 120.2.1, 2.5, 2.10, 2.11-ci, 178-ci, 181-ci, 217-ci, 228-ci, 304-cü və 326-cı maddələri ilə cinayət işi aparılıb. 2004-cü ildə ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə Ümid Nəsirov və Rəşad Novruzov ömürlük azadlıqdan məhrum olunublar. Cinayət törədildiyi ev məhkəmə qərarı ilə müsadirə edilib və zərər çəkmişlərə verilib. Qeyd edək ki, əvvəllər polis çavuşu olmuş Rəşad Novruzov qəsdən adam öldürdüyünə görə Gəncə şəhər Nizami rayon məhkəməsinin 24 avqust 1995-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü il yanvarın 12-də
22-sində o 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin icazəsi ilə evə buraxılıb. Azadlıqda olduğu 3-cü gün bu hadisə törədilib. Cinayətin digər iştirakçısı Aleksandr Vayko Ukraynada məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı il yanvarın 29-da Qobustan həbsxanasında ömürlük cəza çəkən Rəşad Novruzov 104 nömrəli kamerada özünü asıb. Ədliyyə Nazirliyinin rəsmisi mətbuat açıqlamasında bunun intihar olduğunu bildirib. Onun sözlərinə görə mərhumun cibində kağız parçası aşkar edilib. Orada yazılıb ki, o ölümündə heç kimi günahlandırmır. Buna baxmayaraq, kütləvi informasiya vasitələrində yayılan məlumata görə Rəşad Novruzovun etiraf edici ifadəsi vaxtı ilə istintaqa köməklik edib. Bundan sonra Ümid Nəsirov tutulub, Mir Yusif Əliyevin barəsində isə axtarış elan edilib. Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, adam oğurluğu kimi ağır cinayətlər 90-cı illərin əvvəllərindən başlayaraq təxminən 2006-2007-ci ilə qədər törədilib. Hadisələrin 99%-i Bakıda baş verib. Bəzi informasiya saytlarında hazırda məlumatlar yayılır ki, güya iş adamı Knyaz Məmmədovun oğurluğu digərlərindən onunla fərqlənir ki, Azərbaycanda bundan əvvəl girovu oğurlayan kimi heç kim qətlə yetirməyib. Əslində, bu hadisədən 8 il əvvəl 1995-ci ildə Xızı rayonunun Altıağac kəndində Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Hacı Məmmədov Bakıda oğurladıqları Azər Mebel Sənaye İstehsalat Birliyinin direktoru Nazim Paşayevi və onun sürücüsünü güllələyərək qətlə yetirib. 2001-ci il iyunun 21-də isə o aldatma yolu ilə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə müdiri Azər İsmayılovu NZS qəsəbəsinə qeyri-rəsmi yaşadığı Nailə Quliyevanın evinə gətizdirib, orada ona bıçaqla xəsarətlər yetirməklə öldürüb və göstəriş verib ki, meyidini Qusar rayonunun Qarabulaq istirahət zonasının yaxınlığında bastırsınlar. Bu səbəbdən Mir Yusif Əliyevin yoldaşları ilə törətdiyi cinayət Bakıda birinci və yeganə olmayıb. Təcrübə göstərir ki, Knyaz Məmmədov oğurlanan illərdə birmənalı olaraq əksər kidnapping cinayətlərində MDB-nin bu və ya digər şəhərinin faktoru mövcud idi. İstintaq əməliyyat tədbirləri göstərib ki, girovun ya da onun yaxınlarının Azərbaycan hüdudlarından kənarda biznesi var və bu məqam baş vermiş oğurluqla əlaqəlidir. Cinayətkar dəstələr bu hadisələri iki səbəbdən törədiblər. Birincisi tamah məqsədi ilə, yalnız ona görə ki, sonuncu sahibkardır, vəzifəli şəxsdir və maddi vəziyyəti yaxşıdır. İkincisi, pul borcu ilə bağlı zərər çəkəni cəzalandırmaq niyyəti ilə. Mir Yusif Əliyev qurduğu plana əsasən dostu Rəşad Novruzovu və qohumu Ümid Nəsirovu aldatsa da, bu oğurluqdan 150 min dollar əldə edib. Lakin hələ oğurluqlar da olub ki, cinayətkarlar yarım milyon və ya 1 milyon dollar tələb etsələr də, səriştəsizlik nəticəsində heç nə əldə etməyərək polisin əməliyyatı nəticəsində yaxalanıblar. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə Mir Yusif Əliyevin həbsi onun həyat yoldaşının izlənilməsi nəticəsində mümkün olub. Əməliyyat yolu ilə müəyyən edilib ki, o Dağıstan Respublikasında gizlənir. Qeyd etmək istəyirik ki, Bakı şəhər Baş Polis İdarəsinin rəsmi saytında axtarışda olanların siyahısına nəzər salsaq da, 9 il ərzində Cinayət Məcəlləsinin 120-ci qəsdən adam öldürmə, 182-ci hədə-qorxu ilə tələb etmə, 217-ci banditizm və 228-ci qanunsuz odlu silah əldə etmə və gəzdirmə maddələri ilə axtarışda olan və təhlükəli hesab edilən Mir Yusif Əliyevin fotoşəklini tapmaq mümkün olmayıb. Barəsində həbs qəti imkan tədbiri seçilən Mir Yusif Əliyev digər yoldaşları kimi məhkəmə qarşısında 2003-cü ildə törətdikləri ağır hadisəyə görə cavab verməli olacaq. Hələlik isə iş üzrə istintaq aparılır.